Salam, gəlin ikinci sualı həll edək. Demək bizə verir ki, ABCD rombunda BC bərabərdir 4/6/3, BAD bucağın 60 dərəcə verib, KCD bucağın 15 dərəcə verib və bizdən CK-nı istəyir. Gəlin əvvəlcə verilənləri qeyd edək. BC 4/6/3-dür. BC 4/6/3-dürsə, onda ABCD rombunun bütün tərəfləri 4/6/3-dür. Buranı 60 dərəcə verib və buranı da 15 dərəcə verib. İndi gəlin həll edəcək. Bu sualı həll etmək üçün C-dən bir hündürlük endirirəm. Buranı da birləşdirirəm. Demək, buradan hündürlük çəkdim. Buranı qeyd edirəm perpendikulyar olduğuna görə. BAD 60 dərəcədirsə, onda bura 120 dərəcə olacaq. Yəni, romda bir tərəfə bitişik bucaqların cəmi 180 dərəcə idi. Ona əsasən. Bura 120 dərəcədirsə, qonşu bucaq olar 60 dərəcə. Bura 60 dərəcədirsə, düz bucaqlı üç bucaq olduğuna görə burada 30 dərəcə olmalıdır. İndi baxın, görürsünüz ki, burada KC, burada bir H deyək. KC, H düz bucaqlı üç bucağında bura 45 dərəcədirsə, onda burada 45 dərəcə olacaq. Yəni, CH bərabərdir KH-a. İndi, bura tərəf olduğuna görə DC bərabər olacaq 4/6/3-ə. DC burada hipotenuz olduğuna görə DH nə olar? DH bərabər olar 4/6/3-ün yarısına. Yəni 2/6/3-ə. Bura oldu 2/6/3. Onda CH nəyə bərabər olar? 60 dərəcə bucağın qarşısındakı katet, yəni 30 dərəcənin qarşısındakı katetin 3 mislini. Yəni yazaq, CH bərabərdir 2/6/3-ün 3/3 misli. Buradan da alınır 2/2. İndi, yenə biz nəyə baxmalıyıq? Burada KCH bərabər yanlı düz bucaqlı üç bucaq olduğuna görə bərabər yanlı düz bucaqlı üç bucaqda hipotenuz nəyə bərabərdir? Katetin kökdə 2 mislinə. Katet nəyə bərabərdir? 2/2'ye. O zaman CK bərabər olar 2/2'nin kökdə 2 misli. O da edir 4. Yəni cavabımız oldu 4.